Vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün sertifikasiya müsahibə meyarlarını paylaşım edirəm. Müsahibəyə gedəcək müəllimlər, artıq məlumatınız olsun ki, hansı meyarlar üzrə qiymətləndiriləcəksiniz. Və ilk olaraq mövzunu təqdim etmə bacarığı. Bəli, mövzunu təqdim etmə bacarığı sizə 12 bal verəcək və pedaqoji prosesi təşkil etmə bacarığı. Bu isə hansı pedaqoji proses təşkili bacarığı, məsələn, hansı pedaqoji tələblər, burada metodika bacarıqlarınız yoxlanılacaq. Əlbəttə ki, bu da 8 bal verəcək. Şagirdləri qiymətləndirmə bacarığı, bu da yenə əlbəttə ki, metodika bacarıqlarınız yoxlanılacaq. 8 bal ilə qiymətləndiriləcəksiniz və özünü təqdim etmə bacarığı. Özünü təqdim etməniz də nitqiniz axıcı şəkildə olmalıdır və burada əlbəttə ki, səlis şəkildə danışmalısınız. Özünü təqdim etmədə müəyyən meyarlar var ki, onlar əsasında yəni özünü təqdim etməni hazırlamalısınız. Ən vacib məqamları vurğulayın burada. Özünü təqdim etmə bildiyiniz kimi 2 dəqiqədən artıq olmamalıdır və 8 bal ilə qiymətləndiriləcəksiniz. Daha sonra isə ünsiyyət bacarığı. Bəli, ünsiyyət bacarığınız da burada böyük rol oynayır. Bu da 4 bal ilə qiymətləndiriləcəksiniz. Mən özünü təqdim etmə nümunələri də paylaşmışam ödənişsiz müsahibə qruplarımızda. Və müəllimlər, qeyd edim ki, artıq bir qrupumuz açılıb, iyul qrupumuz müsahibə mərhələsində. Deməli, müsahibə mərhələsinə hazırlaşmaq istəyən müəllimlər 051 437 38 67 nömrəsi ilə əlaqə saxlayıb müsahibə dərslərimizə qoşula bilərsiniz. Müsahibə dərslərimizin özəlliyi nədən ibarətdir? Bizim dərslərimizə qoşulan müəllimlərə fərdi hər bir müəllimdən hər dərs müsahibə götürülür və özünü təqdim etməni hazırlamağa sizlərə dəstək oluram. Əlavə isə sizin şəxsi səhifənizə gələn 5 mövzu üzrə icmalı özüm yazıb sizə təqdim edirəm və hansı formatda danışmalı olduğunuzu özüm sizə izah edirəm. Bunu əlbəttə ki, mükəmməl şəkildə öyrənirsiniz. Müsahibəyə tam hazır formada getmək istəyən müəllimlər əlbəttə ki, bizim müsahibə qruplarımıza qoşula bilər. İyul qrupumuz mövcuddur və növbəti qrupumuz avqust müsahibə qrupumuz olacaq. Kimlər ki, dərslərimizə qoşulmaq istəyir, qeyd olunan nömrə ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz.